Allah'ın salamı olsun, hidayete tabi olanlara olacak da sonra Bismillahirrahmanirrahim. Melek, aha. Qurban olma Allah, biz məsəl üçün Allah Məhəmməd ya Əli deyərək hərəkətə keçənlər güya da nə deyirlər, nə Allahı xatırlayırlar, nə ancaq kömək niyyəti, yəni sanki kömək deyirlər kimi ruhda olurlar. Yəni deyirəm, mən də o deyirlərdə, yəni deyənlər necə deyirlər, deyirlər ki, Allah məsəl üçün hamısı verir. Məsəl üçün Erməni Rusları nənəsi məsəl üçün oturmuş duranda dedi, sonra Şiələrdən 28-də dini kitab mağazini var. Səmədoğlu'nun bağının yanında Donsovet'e düşən küçədə Səmədoğlu'nun bağının yanında yol keçəndə yolun sağ tərəfindən sonra orada çox pis kitablar satırlar. Yalan kitablar. Allah adına istifadə edib, nəsə quraşdırırlar o heç sonra heç deyil axın. Edib sonra o sağlam yoxdadır. Elə ki, orada bir kişi var idi, səni döymək istədi. Yəni, mən də Allah tərəfdir tutdum, onu danış. Mən kitabı açıb baxırdım ki, görüm necə, Quran kitabı almaq istəyirdim. Malım üçün axtardım deyəsən. Kitabı açıb oxudum. Açanda dedim, göründə elə olur. Məsələn, Nərgiz xalanın kitabında adam heç nə başa düşmür. Cümlə elə yazılır ki, getdim Azərbaycanı dolaşdım, qatıq səmavari, xiyar gəldi və belə bir, yəni mənası yoxdur bu cümlədə. O fazon Allah adını istifadə edir, yəni Quran tərcüməsidir, məmkünündür. Nərgiz xal deyir ki, mən o kitabı oxuya bilmir, oxuyuram, heç nə başa düşmürəm. Mən də deyim, axı bir şey olar, getdim, oxudum, gördüm həqiqətən. Nə qədər oxuydum, bir cümlə başa düşmür olmur. Sonra dedi, gördüm, belədir. Yəni sonra orada o kitab mağazinində kişi ağa deyirlər, bir ağır oğlan idi. Satır, böyükləri olan qoca, yaşlı kişiyə ağa deyirdi. O, yəni, ağanın yanında kitaba baxırdım. Bizən onun əlindən, sən nə oxuyursun? Allah şərik qoşmaq olmaz ayə çıxmışdı. Şərik qoşmaq barədə. Ya şəfayət edir, nəysə sonra şərik. Sonra birdən bu kişinin uçqası yerə düşdü. Nəsə yazırdı. Bu uçqanı götürmək üçün əyilim dedi. Allah, Məhəmməd yaradı. Mən deyənlərəm, o pis dedi. Sən də nə qalsın? Dedim, boşum, yadımdan çox cümlə və cümlə. Amma dedim ki, yəni, çox üslub qaynı dedim. Ayəni də göstərdim. Dedim, ya Allah, Allah şərik qoşmaq da bu. Yəni, sən istədin ki, o haqqı dedin, cənnətə düşsün deyə. Yox, fikirləşmirdim. Amma dedim, boşum kişi nəsə biraz değişdi, amma keçməndir, nəsə sonra mən deyəsən, Elşad Mirzədən birinin adını çəkdim, amma onun dediyi hansısa bir şərik qoşmuş, şəfayət yoxdur, yəni nəsə bağlı bir ayəni dedim, bu nə tərcümüdür üstünə döymək. Allah da səni xilas elədən çıxdın. Sonra nə demək istəyirdim ki? Allah, Məhəmməd, ya Əli deyənlər biz ancaq ürəklərində kömək niyyətindən heç nə oldu, o söz deyəndə Allaha nə hörmət qoymurlar. Mən indi deməyə çalış, yox, deyəməm, günah. Deyəndə fikir versinlər, hamı rast gəlib də nə Əli Əleyhisselamın, nə Muhammed, Həzrət Muhammedə, Allahın salamı olsun, nə Əleyhisselam bilmirəm nədir. Həzrət Əliyə Allahın salamı olsun, hörmət qoymurlar o söz deyəndə. Güc verirlər, kimi verirlər, nəsə çox hörmətsiz çağırırlar.
Olmaz da öyle. Böyük günahlardan. Ne?